Son günlər əksər insanlar dəri qaşınmalarından şikayətlənir. Bu, olduqca narahatlıq yaradan bir simptomdur. Yaz aylarını yaşadığımız üçün mövsümi dəyişikliklər, allergik reaksiyalar səbəblər arasında olsa da bir çox xəstəliklərdən də qaynaqlana bilir. Həkim-terapevt Günay Musayeva Missiya TV-yə müsahibəsində deyib ki, qaşınmalar müxtəlif dermatoloji amillərdən də olur. Ən geniş yayılmış səbəblərdəndir. Bunlara atopik dermatit, kontakt dermatit, ekzema, psoriaz, göbələk infeksiyaları, quru dəri, həmçinin urtikaria daxildir. Bu hallarda qaşınma tez-tez dəri səthində görünən qızartı, qabıq, pullanma və səpkilərlə müşahidə olunur. Mövsümi dəyişikliklər və ətraf mühit faktorları da çox təsir edir. O cümlədən soyuq və quru havalarda, xüsusilə payız və qış aylarında dəridə nəm itkisindən qaşınma əmələ gəlir. Həmçinin sistemik xəstəliklərə səbəb ola bilər dəri qaşınmalarına, daxili orqanların pozğunluqları ilə əlaqədar olaraq meydana çıxa bilər. Məsələn, qaraciyər xəstəlikləri, xolestat, hepatit, siroz, xüsusilə gecələr artan yayılmış qaşınmalarla özünü göstərir. Böyrək çatışmazlığı, uremik qaşınma tez-tez görülür xəstələrdə. Bədənin müxtəlif hissələrində lokalizasiya olunmadan müşahidə olunur. Eyni zamanda müxtəlif endokrin hematoloji xəstəlikləri də misal göstərmək mümkündür. Mütəxəssislər qeyd edir ki, qaşıntı xəstəlik olmadan da görülə bilən vəziyyətdir. Psixoloji gərginlik, depressiya, narahatlıq pozuntuları fonunda da qaşınma baş verir. Dərmanlar, antibiotiklər və fərqli preparatlar da qaşınmalar əmələ gətirir. Bəzi kosmetik məhsullarda olan maddələr də dəriyə zərər vurur. Ümumiyyətlə qaşınma geniş diaqnostik spektrə sahib simptomdur. Bəzən əhəmiyyətsiz görünsə də arxa planda ciddi patoloji proseslər dayana bilir. Zərintac Mayız qızı, Təbriz Quliyev, Missiya TV.